Salam, bugün sizə kompüter üçün olan Subway Surf'ün əşya hiləsini göstərəcəm. Birinci oyunumuzu və Cheat Engine proqramını açırıq. Bunların hər dəfə belə bir-bir almaqdansa, birbaşa hamısını almaq üçün birinci buradan kompüter şəklinə vurub Subway Surf'ü seçirik. Daha sonra skate'imizin sayını yazırıq 20. First scan'a vururuq. Daha sonra biraz daha skate alırıq. 30. Yenə bura 30 yazıb next scan'a vururuq. Bir dənə cavab çıxır. Onu aşağıya atırıq. Üstünə 2 dəfə vururuq. İstədiyimiz qədər yazırıq. Bunu başqa şeylərdə də eləmək olar. Məsələn, bunda 0'dır. Bunun üçün birinci bu aşağıdakını təmizləyirik. Daha sonra new scan'a vururuq. Daha sonra bunun sayını yazırıq 0. First scan. Sonra artırırıq. 8. 8 yazıb next scan'a vururuq. Daha sonra biraz da artıraq. 33. 33 yazıb next scan'a vururuq. Bir dənə gəldi. Onu aşağıya atıb üstünə 2 dəfə vurub istədiyimiz qədər yazırıq. Daha sonra çıxıb təzədən girəndə bunların sayı artır. İndi istədiyimiz qədər işlədə bilərik. Görürsünüz. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.